Salam əziz şagirdlər və abituriyentlər. Bugün sizlərə adi və anlıq kəsrlər haqqında mövzu izahı verəcəm. Deməli, əziz şagirdlər, kəsr nədir və adi kəsr nədir? Deməli, biz adi kəsrləri tərif verəndə deyirik ki, A və B natural ədədlər olduqda A bölünsün B şəklində olan ifadəyə adi kəsr deyirik. Yəni, A bölünsün B şəklində olan bir ifadəyə biz adi kəsr deyirik. Təbii ki, burada qeyd etdiyimiz kimi A da natural ədədlər çoxluğuna daxil olmalıdır və B də natural ədədlər çoxluğuna daxil olmalıdır. Məsələn, deyək 3-də 2 və olsun 4-də 5, olsun 50-də 49. Yəni, bunlar hər biri adi kəsrdir. Göründüyü kimi də burada surət, yəni bu hissədə belə deyək, A kəsrin surəti, B kəsrin məxrəci, bu isə kəsr xətti adlanır. Burada nümunələrdə də göründüyü kimi surət və məxrəc hər biri natural ədədlər çoxluğundan götürülüb, yəni natural ədədlərə aiddir. Biz kəsrləri bu formada da yaza bilərik. Tutaq ki, A bölünsün B-ni biz bu formada da yaza bilərik. A bölünsün belə deyək, A, B. Yəni, kəsr xətti burada bölmənə əvəz edir də deyək. Biz bunu, yəni kəsri bu formada da bölmə işarəsi şəklində yaza bilərik. Bu formada. Daha sonra bir də var kəsr anlayışı. Yəni, bu dediyim adi kəsrlərə aiddir. Hansı ki, burada tərif dedik ki, A və B natural ədədlər olduqda A bölünsün B şəklində olan ifadəyə adi kəsr deyilir. Bir də var kəsr. Bu dediyimiz adi kəsrlər idi. Kəsr isə ümumi olaraq belə deyək də, adi kəsrlər də kəsr adlanır. Ancaq biz adi kəsrləri tərif verəndə biz orada natural ədədlərdən deyirik ki, surət və məxrəci düzəlir. Yəni, biz orada mənfilərdən danışa bilmərik. Amma kəsrlərdə biz mənfidən danışa bilərik. Məsəl üçün, bir kəsr yaza bilərəm. Mənfi 3-də 2. Bu kəsrdir. Və yaxud da ki, mənfi 4-də 5. Bu da kəsrdir. Ancaq bunlar adi kəsr deyil. Çünki bunlar adi kəsr deyil. Və yaxud da ki, bu da ola bilər. Belə deyək də, 4-də 5. 4-də 5 həm kəsrdir, həm də adi kəsrdir. Amma mənfi 4-də 5 ancaq kəsrdir, adi kəsr deyil. Bu formada. Daha sonra bunları dedik, tərif verdik və bundan sonra gəlir deməli, dedik ki də, yəni kəsr işarəsi orada bölməni də əvəz edir və surətdə göstərdik, məxrəcdə göstərdik. Daha sonra adi kəsrlər 2 hissəyə bölünür. Deməli, düzgün kəsrlər və düzgün olmayan kəsrlər. Düzgün kəsrlər, gəlin birinci düzgün kəsrlərdən danışaq. Düzgün kəsrlər, düzgün kəsrlər nədir? Surəti məxrəcindən kiçik olan kəsrlərə biz düzgün kəsrlər deyəcəyik. Surəti məxrəcindən kiçik olan kəsrlərə düzgün kəsrlər deyəcəyik. Hansı ki, ümumi formula olaraq biz dedik ki, B-də A, burada A surət idi, B məxrəc idi. Yəni, düzgün kəsrlərin forması əsas, yəni qayda burada surət məxrəcindən kiçik olmalıdır. Dedik ki, surəti məxrəcindən kiçik olan kəsrlərə düzgün kəsrlər deyəcəyik. Və biz düzgün kəsrləri, belə deyək də, hər zaman 0 və 1 arasında yerləşdiyini görürük. Məsələn, yəni ümumi nümunə göstərəcəm. Ümumi formula yəni belə deyirik ki, düzgün kəsrlər həmişə 0-dan böyük və 1-dən kiçik qiymətlər alır. Məsələn, deyək 4-də 3. 4-də sərgəli yazaq. Olsun 4-də 3. 4-də 3 kəsri görürük ki, burada həqiqətən də surəti məxrəcindən kiçikdir. Və bunun qiyməti, 4-də 3-ün də qiyməti bilirik ki, 0,75-dir. 0,75-dir.
da çünki yəni 3-ü 4-ə böldük. Aha, 0,75 görürük ki, həqiqətən də 0-dan 1 arasında olan bir qiymətdir də, yəni. Yəni burada 1-dən böyük deyil və ya da ki 0-dan kiçik deyil. Yəni nə olur olsun, biz düzgün kəsrlərin qiyməti hər zaman 0-1 aralığında yerləşir bu formada. Daha sonra gəlir düzgün olmayan kəsrlər. Düzgün olmayan kəsrlər isə surəti məxrəcindən böyük və yaxud da ki bərabər olan kəsrlərə deyilir. Yenə ümumi formula olaraq görsədək. B-də A. Burada isə artıq düzgün olmayan kəsrlərdə surət məxrəcindən ya böyük ya da ki ona bərabər olmalıdır. Məsələn, 3-də 3, 5-də 5, 5-də 5 və yaxud da ki 6-da 11. Yəni bunlar hamısı düzgün olmayan kəsrlərdir. Yəni göründüyü kimi də burada surət məxrəcindən böyükdür. Və düzgün olmayan kəsirlər hər zaman 1-dən böyük qiymətlər alır və ya ki 1 və 1-dən böyük qiymətlər alır. Yəni A bölünsün B hər zaman ya 1 olur ya da ki 1-dən böyük olur. Baxın 3-də 3 nə deməkdir? 3-də 3 elə 1 deməkdir də. Çünki 3-ü 3-ə böləndə 1 olur. 5-də 5 də 1 deməkdir. Amma 11-də 6 hardasa 1 tam nə qədərdirsə, məsələn 1,8-dir. 1,8-də artıq bu görürsünüz 1-dən böyük qiymət alır bu formada. Və yadda saxlayırsınız ki, biz vahidi də, yəni kəsr şəklində göstərə bilərik. Biz biri də, yəni biri kəsr şəklində göstərə bilərik. Biz dedik ki, kəsr bölmə əməlidir, yəni bölməməlidir. Biz 1-i yaza bilərikmi? Məsələn, 2 bölünsün 2 və yaxud da ki 3 bölünsün 3 bərabərdir 4 bölünsün 4 və bu şəkildə yaza bilərik də. Yəni surət və məxrəc eynidirsə, eyni bir ədəddən təyin olunubsa, o zaman biz deyəcək ki, bu düzgün olmayan kəsrdir və qiyməti 1-ə bərabərdir. Onda belə nəticəyə gəlirik ki, 1-in özü də düzgün olmayan kəsrdir. 1-in özü də düzgün olmayan kəsrdir. Və yadda saxlayırıq ki, B-də A, burada əgər B 1 olarsa, o zaman olur A bölünsün 1 və bunun da qiyməti A-nı da 1-ə böləndə özün vermiş olur, A olur. Onda belə çıxır ki, biz istənilən bir natural ədədin məxrəcini 1 olan adi kəsr kimi göstərə bilərik. Məsələn, deyək 3. 3-ün məxrəcini bu formada yaza bilərəm də 3-ü. 1-də 3 yaza bilərəm və yaxud da ki olsun 17. 17-ni də yaza bilərəm də, yəni 17 bölünsün 1. Yəni zaten onsuz da 3-ü 1-ə böləndə 3 verəcək. 17-ni 1-ə böləndə 17 vermiş olacaq. Bu formada. Deməli, düzgün kəsrləri, düzgün olmayan kəsrləri də dedik. Daha sonra gəlir qarışıq ədədlər. Qarışıq ədədlər nədir? Əziz şagirdlər, qarışıq ədədlər deməli, tam və kəsr hissədən ibarət olan kəsrlərə biz qarışıq ədədlər deyəcəyik. Yəni, burada kəsrlərlə yanaşı həm də tam hissə var. Məsələn, olsun M tam, belə deyək də, B-də A. B-də A bu formada yazılır. Yəni, burada M tam hissədir və biz bunu bu formada yaza bilərik. M üzərinə gəlinsin. B-də A. Bu formada yaza bilərik. Bu şəkildə yaza bilərik. Məsələn, nümunə göstərək qarışıq ədədlərə. Məsələn, 2 tam 3-də 1, 7 tam 8-də 3, 5 tam 3-də 2 və s. Bu formada ola bilər. Yəni, bunlar da qarışıq ədədlərə nümunədir. Daha sonra, deməli, biz qarışıq ədədləri düzgün olmayan kəsrlərə çevirəndə nə edirik? Qarışıq ədədləri düzgün olmayan kəsrlərə çevirəndə biz məxrəci tam hissəyə vurub üzərinə surəti gəlib surətdə yazırıq. Biz məxrəci, bax, B-ni M-ə vuracağıq və bunu məxrəcdə yazıb həmin hasili üzərinə A-nı gəlmiş olacaq. Ümumi olaraq belə deyək, M-də A bərabərdir. Məxrəc olduğu kimi qalır. Biz məxrəci
vuracaq tam hissəyə üzərinə sürət gəlmiş olacaq bu formada. Və bu düzgün olmayan kəsri şəklinə düşəcək. Məsələn, 2 tam 3-də 2. Biz bunu yazanda yazırıq ki, 3 qalır məxrəcdə. 3-ü vururuq 2-yə 6. 6-nın üzərinə 2 gəlirik. Alırıq 3-də 8. Bu formada. Bu da oldu qarşı ədədin düzgün olmayan kəsrə çevrilmə şəkli. Bu formada. Daha sonra bir də gəlir kəsrin əsas xassəsi. Kəsrin əsas xassəsi nədir? Deməli dostlar, kəsrin əsas xassəsi odur ki, biz kəsrin sürət və məxrəcini sıfırdan fərqli eyni bir natural ədədə vuranda və yaxud da ki, böləndə kəsrin qiyməti dəyişmir. Kəsrin sürət və məxrəcini istənilən bir ədədə, yəni istənilən bir sıfırdan fərqli, yəni sıfırdan fərqli bir natural ədədə vurduqda və yaxud da ki, böldükdə kəsrin qiyməti nə olur? Dəyişməz. Məsələn, deyək 3-də 2, düzdürmü? Biz bunu sürət və məxrəcin istənilən bir ədədə, natural ədədə vururuq. Sıfırdan fərqli. Yazıram ki, 3-ü də vururam 2-yə. Məxrəci 2-yə vurduğuma görə surəti də 2-yə vurmuş olurum. Bu da alıram 6-da 4. Deməli 3-də 2 həm də 6-da 4-ə bərabərdir. Və yaxud da ki, olsun 12-də olsun 9. Düzdürmü? Gəlin biz bunun surətini də bölək 3-ə, məxrəcini də bölək 3-ə. Surətini də bölək 3-ə, məxrəcini də bölək 3-ə. 12-ni də bölürəm 3-ə, 9-u da bölürəm 3-ə. Sürətdə alıram 3, məxrəcdə alıram 4. Deməli, 12-də 9 həm də 4-də 3-ə bərabərdir. Bu formada. Daha sonra gəlir kəsrlərin ixtisarı. Kəsrlərin ixtisarı nədir? Dostlar, kəsrlərin ixtisarı iki cür ixtisar var. Biri var ardıcıl ixtisar, biri də var tam ixtisar. Ardıcıl ixtisar nədir? Gəlin, ilk öncə deyək, kəsrlərin ixtisarı nədir? Kəsrin sürət və məxrəcini vahiddən fərqli ortaq böləndən bölünməsinə kəsrin ixtisarı deyilir. Necə oldu? Kəsrin sürət və məxrəcini vahiddən fərqli ortaq böləndən bölünməsinə kəsrin ixtisarı deyilir. Yəni, ortaq bölündən bölünməsinə. Dedik ki, ardıcıl ixtisar olur və tam ixtisar olur. Ardıcıl ixtisar budur ki, məsələn, olsun 48-də 24. Mən bunun ilk öncə sürət və məxrəcini 2-yə bölürəm. 24-ü də bölürəm 2-yə, 48-i də bölürəm 2-yə. Alıram 24-də 12. Daha sonra görürəm ki, yenə bunların ortaq bölünəni. Yəni, bunların ortaq bölünəni olduğuna görə bir də sürət və məxrəcin 2-yə bölürəm. 12-ni də bölürəm 2-yə, 24-ü də bölürəm 2-yə. Bu dəfə alıram 12-də 6. Bir də görürəm ki, bunların ortaq bölünəni var. O da 2-dir. Yenə 2-yə bölürəm. Bir də bölürəm 2-yə. Alıram 3-də 6. Daha sonra sürət və məxrəcini yenə bölürəm 3-ə. Alıram 2-də 1. Bu formada. Deməli, 48-də 24 kəsri həm də nəyə bərabərdir? İxtisar edib aldıq ki, 2-də 1-ə bərabərdir. Bu formada. Amma tam ixtisar o deməkdir ki, biz sürət və məxrəcin əbobunu tapırıq. Sürət və məxrəcin əbobunu tapırıq və sürətlə məxrəci də həmin əboba bölürük. Məsələn, bir nümunə göstərək buna aiddə. Məsələn, bizə versin 72-də 48. Aha. Biz bunu bayaq kimi yenə ardıcıl ixtisarla da apara bilərik. Sonra uzun gedir. Biz burada nə edəcəyik? Əbob 48 və 72-ni tapırıq və həmin əbobu tapandan sonra məxrəc və sürəti həmin əboba bölürük. Əbob 48 ilə 72-yə də əbobu 24-dür. Hesablasaq görərsiniz, 24-dür. Onda mən nə edirəm? 48-i də bölürəm 24-də. Ayrıca olaraq məxrəcdə olan 72-ni də bölürəm 24-də. Buradan da alıram 3-də 2. Deməli, tam ixtisar budur. 72-də 48 həm də nəyə bərabər imiş?
3-də 2-yə bərabər olurmuş. Bir də dostlar, bir qeyd edəksə, deməli, sürət və məxrəc əgər qarşılıqlı sadə olanda kəsrlər ixtisar olunmayan kəsr olur. Yəni, sürət və məxrəc qarşılıqlı sadə ədədlər. Məsələn, deyək, 17-də 15. Bunlar nədir? Bunlar qarşılıqlı sadə ədədlərdir. Biz natural ədədləri izah edəndə orada qarşılıqlı sadə ədədləri demişdik nədir? Deməli, burada göründüyü kimi bunlar ixtisar olunmayan kəsrlərdir. Yəni, bunların ortaq, yəni belə deyək də, vahiddən fərqli ortaq bölünəni yoxdur. Bir dənə vahiddir. Onsuz da biz məxrəclə sürətlə 1-ə bölsə, yenə həmin kəsrin özünü vermiş olacaq. Yəni, 17-15 vermiş olacaq. Bu şəkildə. Daha sonra kəsrin ixtisarını dedik. Bizdə gəlir buradan sonra kəsrlərin müqayisəsi. Kəsrlərin müqayisəsi gəlir. Deməli, kəsrləri müqayisə edəndə yəni bir neçə yol var kəsrləri müqayisə etmək üçün. Birinci gələk məxrəcləri bərabər olan kəsrləri belə deyək, müqayisə edək. Məxrəcləri bərabər olan kəsrləri müqayisə edəndə məsələn olsun 5-də 4 və 5-də 2. Aha. Kəsrləri görürük ki, burada məxrəcləri bərabərdir, amma sürətləri fərqlidir. Aha. Deməli, biz dedik ki, kəsrəmdə burada bölməni əvəzdir. Yəni, həm 4-ü belə 5-ə böl deməkdir, həm də ki, 2-ni 5-ə böl deməkdir. İndi gəlin belə deyək də, məntiqlə düşünək. Bax, məsələn, fikirləşin ki, 4 dənə alma var. Siz bunu 5 nəfər arasında bölməlisiniz. Bir də 2 dənə alma var, onu 5 nəfər arasında bölməlisiniz. İndi hansına ən çox alma düşər? 4-ü 5-ə böləndə, yoxsa 2-ni 5-ə böləndə? Təbii ki, 4-ü 5-ə böləndə. Daha çox, hərəsinə daha çox hissə düşər də. Amma yəni burada məxrəcə bərabərdir də, təbii ki, eyni adamlar arasında bölürük də, yəni say olaraq. Ona görə də biz deyirik ki, məxrəcləri bərabər olan kəsirlərdə surəti böyük olan kəsir böyükdür. Məxrəcləri bərabər olan kəsirlərdə surəti böyük olan kəsir nədir? Böyükdür. Bu belə. Daha sonra bir də var, belə deyək, məxrəclər fərqlidirsə surətlər bərabər ola bilər. Məsələn 7-də 4 və olsun 5-də 4. Aha, 5-də 4. Aha, deməli surətlər bərabər olan kəsrlərdə isə sürətləri bərabər olan kəsrlərdə isə məxrəci kiçik olan kəsir böyük, məxrəci böyük olan kəsir isə kiçikdir. Məxrəci böyük olan kəsir kiçik, məxrəci kiçik olan kəsir isə böyükdür. Yəni, burada yenə fikirləşin. Baxın, tutaq ki, burada isə tam əksini fikirləşəcəyik. Bayaqki dediyim nümunənin. Tutaq ki, 4 dənə alma var. Bunu siz 7 nəfərə bölməlisiniz. Bir də 4 dənə almanı 5 nəfərə bölməlisiniz. İndi hansına ən çox böyük hissə düşər? Təbii ki, az adam olana çox düşər də, düzdürmü? Almaların sayı stabil dəyişmir burada. Ona görə də burada məxrəci kiçik olan kəsir hansıdır? 5-də 4. Onda biz deyəcəyik ki, 5-də 4 böyükdür nədən? 7-də 4-dən. Bu formada. Daha sonra, indi bunlar, belə deyək də, məxrəcləri və sürətləri bərabər olan kəsrlərin müqayisəsi idi. Bəs məxrəclərlə sürətlər bir-birinə fərqli olanda, yəni nə məxrəc, nə sürət bir-birinə bərabər olmayanda biz necə edirik? Belə olanda, belə deyək də, sürət və məxrəcləri müxtəlif olan kəsrləri biz müqayisə etmək üçün onları ya məxrəclərin, ya da ki, sürətlərin bərabərləşdirib, sonra müqayisə edirik. Məsələn, deyək ki, bizə verilib 4-də 3, bir də bizə verilib 5-də 2. Aha. Deməli, bu formada veriləndə biz bunların ya məxrəclərini bərabərləşdiririk, ya da ki, sürətlərini bərabərləşdiririk. Biz bunların deyək ki, gəlin bu nümunədə məxrəclərini bərabərləşdirək. Məxrəclərini bərabərləşdirəndə bunlara ortaq, belə deyək də, ortaq bölünən tapırıq bunların ikisinə də, yəni məxrəclərə. Deməli, 4 ilə 5-ə tapırıq 20. 20-ni bölürəm 4-ə, düşür 5. 5-i vururam sürətə də, yəni. Bu da eləyir 15. Daha sonra 20-ni bölürəm 5-ə. 20-ni bölürəm 5-ə. Düşür 4.
Buraya yazıram hələ 20. Düşür 4. 4'ü vururam 2'yə. Eləyir 8. 20-də 15 və 20-də 8. Gördüyünüz kimi bunların biz məxrəcləri nədir? Məxrəclərin bərabərləşdirdik və daha sadə şəkildə gətirdik. Yəni 20-də 15, 20-də 8. İndi bunları müqayisə eləsək, deyirik məxrəcləri bərabər olan kəsrləri müqayisə edəndə sürətin böyük olan kəsir böyükdür. Burada da göründüyü kimi sürətin böyük olan 20-də 15-dir. Yəni 15 8-dən böyükdür. Deməli bu bundan böyükdür. Buna uyğun olaraq da gəlir yazırıq ki, 20-də 15 hansı kəsrə uyğun idi? 4-də 3 uyğun idi. Onda deməli 4-də 3 böyük nədən? 5-də 2-dən. Bu formada. Amma bizə indi bir də elə nümunələr verilir ki, biz orada ya məxrəci bərabərləşdirməkdə çətinlik çəkirik və yaxud da ki, sürəti bərabərləşdirməkdə çətinlik çəkirik. Biz onda nə edirik? Tutaq ki, belə deyək də, bizə bir dənə kəsir verilib, 2 dənə nümunə verilib. Məsələn, olsun 17-də 3, bir də olsun 15-də 2. Aha. Biz indi bu kəsrlərin məxrəclərini bərabərləşdirəndə görürük ki, yəni məxrəclərin bərabərləşdirəndə biraz çətinlik çəkə bilərik. Amma burada indi sürətlərin bərabərləşdirsə, yəni sürətlər daha sadədirlər də, onlara belə deyək, ortaq bölünən tapmaq çox rahatdır. Biz onda nə edəcəyik? Sürət və məxrəcləri sürətləri bərabərləşdirəcəyik. Hər iki kəsrə uyğun olaraq. 3 ilə 2-ni bərabərləşdirəndə birinci kəsri vururam sürət və məxrəcin 2-yə. İkinci kəsrin də sürət və məxrəcin vururam 3-ə. Deməli, 3-ü 2-yə vuranda bunu yazıram. 3-ü 2-yə vuranda alıram 6, 7-ni 2-yə vuranda alıram 34. Bunu yazıraq. Sonra burada nə alırıq? 2-ni 3-ə vuranda 6, 15-i 3-ə vuranda 45. Deməli, burada gördük ki, kəsrlərin sürətləri bərabərdir, artıq məxrəcləri fərqlidir. Sürətlər bərabər olanda biz dedik ki, məxrəci kiçik olan kəsir böyük, məxrəci böyük olan kəsir kiçikdir. Burada da məxrəci kiçik olan 34-də 60-dır. 34-də 60-dır. Ona görə buna uyğun olaraq da dedik ki, nə olacaq? 17-də 3 böyük olacaq 15-də 2-dən. Bu formada. Çünki axı biz 17-də 3 ilə 15-də 2 ilə uyğun olaraq gətirib 36, 34-də 6 və 45-də 6 yazdıq. Bu formada. Bir də kəsirlərin belə deyək də, əgər sürəti məxrəcə bölə biliriksə, belə onluq kəsr şəklində yaza biliriksə, bir ayrı yol da var. Siz götürüb ayrıca olaraq sürəti məxrəcə böləcəksiniz hər bir kəsr üçün. Məsələn, deyək bizdə verilib 5-də 4, bir də verilib 5-də 2. Məsələn, deyək də, o bir qaydanı izah edirəm. Bu formada olanda bir ayrı qaydada necədir? Siz götürüb ayrıca olaraq 4-ü də böləcəksiniz 5-ə, düşəcək 0 dəfə, 0 atacaqsınız, olacaq 0.8. Deməli, bunun qiyməti nədir? Bunun qiyməti 0.8-dir. Bir də 2-ni böləcəksiniz 5-ə, bu da düşəcək 0. 0 atacaqsınız, olacaq 4. Deməli, bunun da qiyməti nədir? 0.4-dür. İndi 0.8 bölü yoxsa 0.4, təbii ki 0.8. Onda belə nəticə gəlir ki, 5-də 4, 5-də 2 kəsrində böyükdür. Formada olur. Bu da onun digər qaydası. Daha sonra kəsrlərin müqayisəsini də dedik. Bir də dostlar, yadınızda saxlayırsınız ki, tutaq ki, bizə bu formada bir kəsr verilib. İndi ümumi formulara yazacağım, sonra misal nümunəsində yazacağım. AB, AB, AB və bu formada davam edir. Yenə AB. Deyək ki, bu olsun M sayda, yəni buradan bura bir M sayda təkrarlanıb bu. M sayda. Daha sonra bu da bölünsün. CD, CD. Görürsünüz, burada yəni təkrarçılıq olub da, yəni. Eyni ədədlərdən yaranıb. CD. Daha sonra yenə CD, CD, yəni bu formada gəlir. CD, təbii ki, bunun da üstünə bir xət qoyaq.
Bu da olsun, yəni bu da M sayda. Sürətə uyğun olaraq bu da M saydadırsa, biz bunları yazanda, ixtisar edəndə belə deyək, bu kəsrləri ixtisar edəndə necə eləyəcəyik? Biz burada dahi bunun açılışını yazmayacağıq. Natural əllərdə axı bunların açılışını sizə göstərmişdik. Mərtəbələrə uyğun olaraq vurub yazırdıq. Biz onu o şəkildə yazmayacağıq. Biz sadə olaraq bunu sadəcə CD-də AB şəklində götürəcəyik. Bu formada götürəcəyik. Vəssalam. Bu formada. Misal nümunəsi olaraq deyək. Məsələn, olsun, deyək ki, bizə verilib 13, 13, 13. Bu formada davam edir. Yenə 13. Bilmirik nə qədərdir. Daha sonra bölünsün 24, 24, 24. Bu formada davam edir 24. Bu formada verəndə biz nə edəcəyik? Biz sadəcə olaraq təkrarlanan ədədləri götürüb yazacağıq. Burada sürətdə təkrarlanan ədəd hansıdır? 13. 13 yazacağım bura. Məxrəcdə də təkrarlanan ədəd 24. 24 yazacağım məxrəcə. Cavabım olacaq 24-də 13. Bu formada yazacağıq. Daha sonra bunu da dedik. Bundan sonra bizə gəlir kəsrlərlə bağlı nə? Əgər kəsrlərin müqayisəsindən deyirəm, əgər sürət və məxrəc arasındakı fərq bərabər, belə deyək də, sürət və məxrəcləri arasındakı fərq bərabər olan düzgün kəsrlərdən söhbət gedir. Məxrəci böyük olan kəsr böyük, məxrəci kiçik olan kəsr isə kiçikdir. Baxın, düzgün kəsrlər üçün danışıram. Tutaq ki, 2 dənə kəsr verilir və biz onları müqayisə edirik. Və bu kəsrlərin sürətləri ilə məxrəcləri arasındakı fərq eynidir. Yəni necə? Tutaq ki, 30-da 28 verilib və 28-də 26 verilib və bir də 44-də 42 verilib. Deyək ki, bizə belə bir kəsr verilib, bu formada kəsrlər bizə verilib. İndi bunlar ixtisar gedən kəsrlərdir, cüt rəqəmlərdə, yəni ixtisar gedən kəsrlərdir. Bunları sadələşdirib yazmaq olar. Gəlin elə kəsr yazım ki, elə nümunə yazım ki, onlarda ixtisar olmayan kəsrlər olsun. Olsun 29-da biraz sərqəli yazaq. 29-da 27 olsun. 29-da 27 olsun. Elə kəsr yazıq ki, ixtisar getməsin. 29-da 27 olsun. Daha sonra 45-də 43 olsun. Deməli, sürət və məxrəclər arasındakı fərq 2 olsun da, yəni məxrəcdən sürət çıxanda fərq 2 olsun. Düzgün kəsrlər üçün. Bir də olsun 33-də 31. Deməli, biz bu kəsrləri müqayisə edəndə necə edəcəyik? Dedik ki, düzgün kəsrlər üçün təbii ki, kəsr düzgün olmalıdır. Bu birinci qayda. Sürət və məxrəcləri arasındakı fərq əgər bərabərdirsə, o zaman məxrəci böyük olan kəsr böyük, məxrəci kiçik olan kəsr isə kiçikdir. Bu düzgün olan kəsrlər üçün. Yəni düzgün olan kəsrlər üçündür. Burada görürük ki, 29-dan 27 çıxanda 2 verir. 45-dən 43 çıxanda 2 verir. 33-dən 31 çıxanda 2 verir. Deməli, həqiqətən də bütün kəsrlər arasında, belə deyək, bütün kəsrlərin sürət və məxrəcləri arasındakı fərq 2-dir. Onda biz bunları müqayisə edəndə qaydaya uyğun olaraq deyəcəyik ki, məxrəci böyük olan kəsr böyük, məxrəci kiçik olan kəsr isə kiçikdir. Burada məxrəci böyük olan kəsr hansıdır? 45-də 3. Deməli, 45-də 43 böyük olacaq. Daha sonra məxrəci böyük olan 33-də 31-dən, bu da böyük olacaq 29-da 27-dən. Bu qayda ancaq düzgün kəsrlərdə və məxrəclə sürət arasındakı fərq bütün kəsrlərdə eyni olanda ödənir. Bu formada. Əgər düzgün olmayan kəsrlərdə isə, yəni sürəti məxrəcindən bərabər və yaxud da belə deyək, sürəti məxrəcindən bərabər olanda zaten 1-dir. Orada hamısı bir-birinə bərabər olur. Sürəti məxrəcindən böyük olan kəsrlərdə necə olur? Deməli, sürət və məxrəcləri arasındakı fərq bərabər olan, düzgün olmayan kəsrlərdə isə məxrəci böyük olan kəsr kiçik, məxrəci kiçik olan kəsr isə böyükdür. Bir daha deyirəm, sürət və məxrəcləri
arasındakı fərq bərabər olan, düzgün olmayan kəsrlərdə məxrəci böyük olan kəsr kiçik, məxrəci kiçik olan kəsr isə böyükdür. Məsələn, deyək 17-də 19 olsun 21-də 23 olsun 25-də 27. Fikir versəz, burada məxrəclər arasındakı fərq, məxrəclə sürətlər arasındakı fərq eynidir. 19-dan 17 çıxanda 2, 25-dən 21 çıxanda, 23-dən daha doğrusu 21 çıxanda 2, 27-dən 25 çıxanda 2. Bu kəsirlər düzgün olmayan kəsirlərdir. Bu şəkildə də dedik ki, məxrəci böyük olan kəsir kiçik, məxrəci böyük olan kəsir kiçik, məxrəci kiçik olan kəsir isə böyükdür. Yəni burada 25-də 27 kiçik olacaq 21-də 23-dən, bu da kiçik olacaq 17-də 19-dan. Bu formada müqayisə edəcəksiniz. Daha sonra bunu da dedik. Bundan sonra gəlir bir də düzgün olmayan kəsrlər üçün qaydanı deyək. Sürət və məxrəcləri arasındakı fərq bərabər olan, düzgün olmayan kəsrlərdə isə məxrəci böyük olan kəsir kiçik, məxrəci kiçik olan kəsir isə böyük olur. Məsələn, misal nümunəsi görsədək. Məsələn, olsun 17-də 20, daha sonra olsun 43-də 46 və bir də olsun 47-də 50. Deməli, burada fikir versək nədir? Burada fikir versək, kəsirlər düzgün olmayan kəsirlərdir və məxrəclərin ilə sürətlər arasındakı fərq nədir? Hər birində eynidir. 20-dən 17 çıxanda 3, 46-dan 43 çıxanda 3, 50-dən 47 çıxanda 3. Dedik ki, qayda necədir? Sürət və məxrəcləri arasındakı fərq bərabər olan düzgün olmayan kəsirlərdə məxrəci böyük olan kəsir kiçik, məxrəci kiçik olan kəsir isə böyükdür. Onda belə o qayda əsasən yazanda 17-də 20 böyük olacaq 43-də 46-dan, 43-də 46-da böyük olacaq nədən? 47-də 50-dən böyük olmuş olacaq. Bu formada. Daha sonra gəlin bir dənə misal nümunəsinə baxaq. Tutaq ki, bizə verilib, həm də o misal nümunəsi üzərindən bir başqa qaydanı da izah eləyim. Tutaq ki, bizə belə bir misal nümunəsi verilib. Deyək ki, A bərabərdir 10-da 1, 10-da 11 daha doğrusu, 10-da 11. Daha sonra B bərabərdir 100-də 101. Daha sonra C bərabərdir 1000-də 1001. Bizdən soruşulur ki, ədədlərini müqayisə edin. Deməli, burada bayaqları biz dedik ki, əgər sürətlərlə məxrəclər arasındakı fərq hər bir kəsirdə eynidirsə və kəsir düzgün kəsirdirsə, düzgün kəsirdir və ya düzgün olmayan kəsirdirsə, qayda hər birinə aid dedik. Ancaq burada kəsirlərə fikir verdik ki, bunlar düzgün olmayan kəsirlərdir. Düzgün olmayan kəsirlər olduğuna görə biz dedik ki, məxrəci kiçik olan kəsir böyük olacaq. Həm o qaydaya əsasən yazacağıq ki, yəni görəcəyik ki, 10-da 11 böyükdür 100-də 101-dən, o da böyükdür 1000-də 1001-dən. Bu, deyək ki, qaydaya əsasən yazdığımız üsuldur. Bir də başqa cür necə yaza bilərik? Baxın, burada məxrəc əgər sürətdən, daha doğrusu surət məxrəcdən böyükdürsə, biz bunu qarşıq ədəd şəklində yaza bilərik. Qarşıq ədəd şəklində yazanda necə yazacağıq? Biz surəti məxrəcə böləcəyik. Natamam qisməti tam isə yazacağıq. Qalığı isə surətdə yazacağıq. Baxın, mən 11-i belə deyək də 10-a böləndə 1 düşür. Düzdürmü? Bir də qalıq qalır. Onda mən bu 1-i tam isə yazıram. Daha sonra 10 yenə qalır məxrəcdə. Qalığı da surətdə yazıram bu formada. Gəlin yoxlayaq. Baxın, dedik axı, qarışıq ədədi kəsir necə çeviririk? Düzgün olmayan kəsirlər. Surət məxrəc olduğu kimi qalır. Məxrəci surətə vururam. Onu vururam bu 1-ə vururam. Üzərində bu 1-ə əlavə edirəm. Onu 1-ə vuranda 10, üzərində 1 gələndə 11. Həqiqətən də bunu vermiş olur. Gördünüz, 10-da 11 vermiş olur.
Bu ümumi bir göstəriş idi. İndi gəlin bunları sadələşdirək. Həmin qarşı-qarşı şəklində yazaq. Mən onda yaza bilərəmmi? A bərabərdir. 11-i 10-a böləndə bir dəfə düşdü. 1 tam. 10 olduğu kimi qaldı. Qalıq da 1 idi. Onu da məxrəc surətdə saxladım. Daha sonra B bərabərdir. 101-i 100-ə böləndə düşür yenə 1 tam. Məxrəc olduğu kimi qalır. Məxrəc olduğu kimi qalır. Surətdə də nədir? 1 qaldı da. Qalığımız 1 idi axı. Onu da yazıram surətə. Daha sonra C-ni gəlin yazaq. 1001-i 1000-ə böləndə düşəcək 1 tam. 1 tam. 1000-də qalığımız da 1-dirsə surətdə yazılır. Bu formada. Deməli, biz bunları müqayisə eləyəndə görürük ki, bunların tam hissələri eynidir. Yəni, hər birində nədir? Hər birində 1-dir. Burada da 1 var, burada da 1 var, burada da 1 var. İndi mən onda tam hissələri atıram. Mən tam hissələri atıram. Çünki tam hissələr axı eynidir. Belə deyək də, A-nı mən formada da yaza bilərəm də. 1 üstə gəlinsin. Bayaqlar göstərdik. Hansı formada yaza bilərik? Qarşı ədədləri. 1 üstə gəlinsin 10-da 1. B-ni də bu şəkildə yaza bilərəm də. 1 üstə gəlinsin 100-də 1. C-ni də bu şəkildə yaza bilərəm. 1000-də 1. Burada bir dənə də üstə gəl 1 var idi də. Burada da üstə 1 üstə gəlinsin. C bərabər idi. Burada fikir versəz, mən bunların üçünü də müqayisə eləyəndə hər birində 1-in üzərinə bir kəsir gəlirəm də. Yəni, ona görə də burada hər birində olduğuna görə mən birərə atacam. Mənə birər lazım deyil. Mənə kəsirlər lazımdır. İndi isə burada nə oldu? Kəsirlərin sürətləri bərabərləşdi. Diqqətlə fikir versəz, A-da alıram 10-da 1, B-də alıram 100-də 1, C-də də alıram 1000-də 1. Deməli, sürətlər bərabərdir və məxrəclər fərqlidir. Sürətlər bərabərdirsə, onda məxrəci kiçik olan kəsir böyük olacaq. Ona görə də yazacağıq ki, A böyükdür B-dən. Çünki 10-da 1 böyük oldu 100-də 1-dən. B də böyük olacaq nədən? 1000-də, yəni C-dən. Eləcə yazaq buna. Bu da böyük olacaq C-dən. Bu formada. Bir bu qaydanı tapdıq. Yəni, qarşı qaydada çevirmək üstündən. Bir də ki, dediyimiz qaydaya uyğun olaraq. Bu formada. Daha sonra gəlir kəsirlər üzərində əməllər. Kəsirlər üzərində əməllər gəlir. Görək kəsirlər üzərində əməllər nədir və hansı qaydalardan tapılır. İlk öncə gələcək, deməli, məxrəcləri bərabər olan kəsirlərin toplanması və çıxılması, daha sonra bölünməsini deyəcək. Birinci, gəlin, məxrəcləri bərabər olan kəsirlərin toplanması, çıxılması, sonra müxtəlifi deyək, ardıcıl olaraq davam edək. Deməli, məxrəcləri bərabər olan kəsirləri toplamaq və ya da ki, çıxmaq üçün məxrəc olduğu kimi saxlayırıq, sürətləri toplayırıq ya da ki, çıxırıq. Yəni, A-da B üzərinə gəlinsin, A-da C. Bu formada olanda, yəni məxrəclər görürük ki, A hər ikisində eynidir. Məxrəci olduğu kimi saxlayırıq, uyğun olaraq sürətləri toplayırıq. Və yaxud da ki, çıxması olanda A-da B çıxılsın, A-da C. Məxrəclər bərabərdirsə, məxrəci olduğu kimi saxlayırıq, sürətləri çıxıb, sürətdə yazırıq bu formada. Ancaq buna bir dənə nümunə göstərək, ondan sonra digərini deyim, fərqli olanları. Məsələn, 5-də 2 üzərinə gəlinsin 5-də 1. Məxrəclər bərabərdir. 5 yazıram bura. 2-nin üzərinə 1 gəlirəm. Alıram 5-də 3. Bu qədər sadə. Çıxmasına da bir nümunə göstərək. 7-də 4 çıxılsın 7-də 2. Bu da bərabərdir. 7-də 4-dən 2 çıxanda 2. Bu qədər sadə. Bunlar oldu məxrəcləri bərabər olan kəsirlərin toplanması və çıxılması. İndi gəlin məxrəcləri fərqli olan kəsirlərə deyək, onlarda necə olur? Deməli, əgər belə deyək, məxrəcləri müxtəlif olan kəsirləri toplamaq, çıxmaq üçün məxrəclərin əkobu tapılıb, məxrəcə yazılır. Sonra biz tapdığımız həmin əkobu hər kəsirin ayrıcı olaraq məxrəcinə bölüb alınan tamamlayıcı vurğu, belə deyək, surətə vurub surətdə yazırıq. Surətə vurub surətdə yazırıq.
Tamamlayıcı vuruq nədir? Belə deyək, kəsirin yeni məxrəci gətirmək üçün onun sürət və məxrəcinin vurulduğu ədədə həmin kəsirin tamamlayıcı vuruğu deyilir. Yəni, nə demək istəyirəm? Tutaq ki, belə deyək də, bizə bir dənə kəsir verilib. Məsələn, olsun 6-da 5. Düzdürmü? Mən 6-da 5 kəsirini yeni bir məxrəc gətirmək istəyirəm. Tutaq ki, məxrəci nəyə gətirmək istəyirəm? Deyək, 30-a gətirmək istəyirəm. O zaman mən neyniyəcəm? Bunun 6-nı 5-ə vurmalıyam da 30 olması üçün. Ona uyğun olaraq sürəti də vurmalıyam. Kəsirin əsas xassası nə idi? Kəsirin sürət və məxrəcini sıfırdan fərqli eyni bir natural da vura və bölə bilərik. Bu zaman mən alıram ki 30-da 25. Aha, deməli yeni bir məxrəc aldım. 30-da 25 aldım. Bax, burada vurduğumuz bu 5 var ha. Vurduğumuz bu 5. Bu 5 bizə adlanır tamamlayıcı vuruq. Biz buna deyəcəyik tamamlayıcı vuruq. İndi misal nümunəsi olaraq görsədək. Məsələn, olsun 12-də 3 üzərinə gəlinsin 15-də 2. İndi burada fikir verirsinizsə, kəsirlərimizin məxrəcləri fərqlidir. Kəsirlərin məxrəci fərqlidirsə, biz dedik neyinirik? Məxrəclərin əkobu tapılır. Məxrəclərin əkobunu tapanda, yəni əkob, belə deyək də, əkob, siz 12 ilə 15-i hesablayacaqsınız. Onda biz 12 ilə 15-in əkobu neçədir? 60-dır. Mən 60-ı böləcəm 12-yə. 60-ı 12-yə bölündə neçə düşür? 5 düşür. Bu 5-i gətirib vuracam bu 3-ə. Yuxarıdakı bu sürət 2-3-ə. 5-i vuracam, bax, burada yazıram. Vurdum 3-ə. Aha, sonra üstə gəlib, buna görə üstə gələcəm. Bu 60-ı böləcəm bu 15-ə düşəcək. 4. Bu 4-ü gətirib vuracam bu 2-yə. Yazacam burada. 4 vurulsun 2. Bu da bərabərdir. 60-da deməli 3-ü 5-ə vurduq 15. Üzərinə gəlinsin 8. Yeşil olaraq cavab alaraq 60-da 23. Bu formada tapmış oldu. Bu oldu toplanması. Eyni ilə çıxılması da belədir. Eyni ilə çıxılması da belədir. Məsələn, gəlin ona da bir nümunə görsədək. Olsun 8-də 5. 8-də 5 çıxılsın 5-də 2. Deməli, biz bunu çıxanda nə edəcəyik? Yenə məxrəcin əkobunu tapacağıq. 5 ilə 8-in əkobu 40. 40-ı bölürəm bu 8-ə. Düşür neçə? 5. 5-i vururam 5-ə. 25. Çıxma olduğuna görə çıxıram. 40-ı bölürəm 5-ə. Düşür 8. 8-i vururam 2-yə. 16. Bu da bərabərdir. 40-da neçə? 40-da 9. Deməli, kəsirin qiyməti oldu nə? 40-da 9. Bu formada. Kəsirləri müxtəlif olanda da bu şəkildə yazırıq. Yəni, bu da burada qeyri-adi heç nə yoxdur. Qaydaya uyğun olaraq yazırıq, gedir. Daha sonra gəlir kəsirlərin, belə deyək, vurulması, daha sonra bölünməsini deyək. Yəni, kəsirləri burada necə vururuq? Kəsirlərin vurulması çox rahatdır. Sürət sürətə vurulur, məxrəc məxrəcə vurulur. Məsələn, deyək 4-də 3 vurulsun 3-də 2. Bu formada olanda, vurma olanda ki, sürət sürətə məxrəc məxrəcə. Bu da bərabərdir. Yəni 3-ü vuracaqsınız 2-yə, 4-ü vuracaqsınız 3-ə. İxtisar gedəcək aparacaqsınız. Görürsünüz, 3-lər eynisə, bunları ixtisar aparırsınız. 2 ilə 4 də ixtisar gedəcək. 1, bu da düşür 2. Deməli, yeşil olaraq cavabımız olur 2-də 1. Bu formada. Bu oldu nə? Kəsirlərin ixtisarı. Kəsirlərin vurulması. Daha sonra gəlir kəsirlərin bölünməsi. Kəsirlərin bölünməsi necə olur? Deməli, biz kəsiri kəsirə böləndə birinci kəsiri olduğu kimi saxlayırıq. İkinci kəsiri tərsinə vururuq birinciyə. Yəni, tərsinə çevirib birinciyə vururuq. Misal üzərində görsədək. Məsələn, 5-də 3 bölünsün. Olsun neçə? Olsun 4-də 3. 4-də 3. Kəsiri kəsirə bölən zaman biz dedik ki, birinci kəsir budur. Bunu olduğu kimi saxlayırıq. Bu olduğu kimi qaldı. 5-də 3. Birinci kəsir olduğu kimi saxlayırıq. İkinci kəsiri tərsinə çeviririk. Tərsin, yəni
Tərsi neçədir? 3/4-dür də. Sürətlə məxrəc yerini dəyişir. 3/4. Bunu da vururuq nəyə? Birinci kəsrə, bayaq kəsrə. Yəni bölmə olur vurma. Burada da 3-lər gedir. Yeşil oracağımız qalır nə? 5/4. Bu formada. Biz adi kəsrlər üzərində əməlləri dedikdən sonra, bəs qarışıq ədədlərin toplanması, çıxılması, vurulması və bölünməsi necə olur? Qarışıq ədədləri toplayarkən və yaxud da çıxarkən necə edirik? Tam hissə ilə tam hissə toplanıb çıxılır. Kəsr hissəsi ilə kəsr hissə ayrıca toplanıb çıxılır. Və yaxud da ki, başqa cür necə edə bilərik? Biz onları düzgün olmayan kəsr şəklində göstərib, daha sonra adi dediyimiz adi kəsrlər kimi toplayıb çıxa bilərik bu formada. Məsələn, deyək 3/5/1 üzərinə gəlinsin 7/5/2. Bu formada olanda tam hissələrdən tam hissə ayrıca toplanacaq. Yəni 3-ün üzərinə gələcək 7-ni, bu da üzərinə gəlinsin. 5/1 ilə də 5/2 ayrıca toplanacaq. 5/2 də ayrıca toplanacaq. Bu da eləyəcək 10 üzərinə gəlinsin. Tam yazmayaq. 10 üzərinə gəlinsin. 5/3. Bu da bərabərdir 10/5/3. Bu formada yaza bilərik. Və yaxud da ki, bunu düzgün olmayan kəsr şəklində göstərə bilərik. 5/5/53. 5/53. Bu formada yazırıq. Daha sonra. İndi keçək bunun vurulmasına, bölünməsinə. Çıxması da bu qaydan olur. Yəni çıxmasında da tamdan tamı çıxırsınız, kəsrdən də kəsrəsini çıxırsınız. Ancaq vurma ilə bölmədə fərqlidir. Deməli, kəsri qarışıq ədədləri vuranda və yaxud da ki, böləndə biz onları düzgün olmayan kəsrə çevirib ondan sonra üzərində əməllər icra edirik. Məsələn, deyək, bizə verilib 3/5/4 vurulsun 3/2/1. Bu formada olanda, yəni burada da götürüb tamla tamın hasilini ayrı tapım. Sonra da onu da vurum kəsrlərin hasilinə. Yox, elə şey olmur burada. Yəni cavab səhv alınır onda. Siz burada nə edəcəksiniz? Birinci olaraq bunu düzgün olmayan kəsr şəklində göstərəcəksiniz. 5-də 3 vurursan 5-ə 15, üzərinə 4 gəlirsən 19. Daha sonra vurulsun 2-də 7-yə. Daha sonra adi qaydada sürət-sürətə, məxrəc-məxrəcə vurulacaq. Eləyir 10. 19-u da 7-yə vuranda eləyir 153. Bu formada yazırsınız. Bu qədər. Daha sonra gəlir bizdə qarşılıqlı tərs ədədlər. Hasili 1-ə bərabər olan ədədlərə qarşılıqlı tərs ədədlər deyilir. Qarşılıqlı tərs ədədlər, məsələn, başqa cür necə deyə bilərik? Kəsrin tərsini tapanda, biz kəsrin tərsini tapanda sürətlə məxrəcin yerini dəyişirik. Tutaq ki, bizə verilib A-da B kəsri. Deyir, bunun tərsi nədir? Bunun tərsi sürətlə məxrəcin yerini dəyişəcək. Yəni, B-də A-da. Ona görə deyir ki, hasili 1-ə bərabər olur. Yəni, bunlar da bir-birinə vuranda sürətlər gedəcək. Baxın, formada qalacaq yerdə nə? 1. Hasili 1-ə bərabər olan ədədlərə qarşılıqlı tərs ədədlər deyilir. Məsələn, deyəcək ki, 3/2-nin tərsi ilə hasilini tap. 3/2-nin tərsi nədir? 2/3. Bunu da tərs eləyəcək 1 formada. Daha sonra bir də yadınızda saxlayırsınız ki, əgər belə deyək, qarışıq ədədin tərsini tapanda biz onun düzgün olmayan kəsrə çevirib ondan sonra tapırıq, yəni tərsini. Tutaq ki, bizə verilib 2/3/2. İndi bunun tərsini tapanda biz bunu çevirəcəyik düzgün olmayan kəsrə 3/8. Daha sonra bunun tərsini tapırıq. Bunun da tərsi olacaq 8/3. Bu formada tapmış oluruq. İndi ədədin hissəsinin tapılmasına keçək. Ədədin hissəsini tapanda biz ədədi hissə göstərən kəsrə vurmaq lazımdır. Yəni, tutaq ki, A ədədinin deyək ki, B bölünsün C hissəsinin tapılmasını istəyir. Biz onda A-nı burada vuracağıq C-də B-yə.
Yəni ədədin hissəsini tapanda ədədi hissə göstərən kəsrə vurmaq lazımdır bu qaydada. Məsələn, bir misal nümunəsi deyək. Tutaq ki, bizə deyir 48-in 12-də 5 hissəsini tap. Biz nə edəcəyik? 48-i vuracaq 12-də 5-ə. Bu da eləyəcək 12 ilə 48 gedir 4. 4-ü 5-ə vuracaq 20. Deməli 48-in 12-də 5 hissəsi 20 etmiş olur. Daha sonra bir də hissəsinə görə ədədin tapılması var. Bəs hissəsinə görə ədədin tapılması necədir? Hissəsinə görə ədədi tapılmasında isə biz hissəsinə görə ədədi tapanda ədədi hissə göstərən kəsrə bölmək lazımdır. Məsələn, deyək ki, ümumi düstur şəklində deyək ki, bizə n-də m, yəni m bölünsün m hissəsinə görə a olan ədədi tapın dedikdə biz a-nı dedik ki, a olan ədədi tapın dedikdə biz a-nı ədədi hissə göstərən kəsrə, yəni m bölünsün n-ə böləcəyik. Bu da necə olacaq? A-nı vuracaq, yəni bu a da məxrəci 1 olan kəsr şəklindədir də, yəni birinci kəsr olduğu kimi saxlayırıq. Daha sonra m bölünsün n-in tərsini yazırıq. Onda da məxrəc ilə də sürət yerini dəyişir. Bu formada olur. Məsələn, desək ki 5-də 2 hissəsi 30 olan ədədi tapın. Onda biz ədədi, yəni 30-u böləcəyik 5-də 2-yə. Daha sonra 30-u olduğu kimi saxlayırıq, vururuq, belə deyək. Vururuq bunu da 2-də 5-ə. Bu da xıta gedir, düşür 15. Bu da bərabər neçə? 60. Daha doğrusu 65. 75. 15-də 15-də 5-ə vuranda 75. Deməli, 75-in 5-də 2 hissəsi neçədir? 30-dur. Bu da belə. Daha sonra gəlir burada onluq kəsrlər. Onluq kəsrlər nədir? Məxrəci 10-un qüvvətləri şəklində və yaxud da ki 10, 100, 1000 bu şəkildə olan kəsrlərə biz onluq kəsrlər deyəcəyik. Məsələn, 10-da 3, bunun qiyməti 0,3 deməkdir. Və yaxud da ki, onlar 100-də 3. Formada yazırıq 0,3. Bu formada göstəririk. Və burada bir də qeyd edeyim. Biz onluq kəsrlərdə vergüldən sonraki kəsrin sonuna sıfırlar əlavə etdikdə və yaxud da ki, sıfırları sildikdə həmin kəsrin qiyməti dəyişmir. Yenə ona bərabər kəsri alınır. Misal üçün 3,45. Düzdürmü? Bu bərabərdir. Bunun sonuna 2 dənə 0 yazıram. 3,45, %45, arkasına da yenə 2 dənə 0 yazdım. Yəni, bu qiymətcə eyni şey. Yəni, burada dəyişmir. Mən istədiyim qədər bu 45-in sağına istədiyim qədər 0 yaza bilərəm. Yəni, buralara istədiyim qədər 0 yaza bilərəm. Qiymətcə dəyişmir. Yəni, eyni olmuş olur. Bir də var onluq kəsrlərin müqayisəsi. Biz onluq kəsrləri müqayisə edəndə əvvəlcə tam hissələri müqayisə edirik. Daha sonra, əgər tam hissələr bərabərdirsə, daha sonra vergüldən sonraki hissələri müqayisə edirik. Tutaq ki, bizə soruşulur 3 tam, deyək, %45 və 3 tam, tutaq ki, %54. İndi biz bunları müqayisə edəndə birinci baxıram tam hissələrə. İkisində də 3 tamdır, bərabərdir. Deməli, ondan sonra vergüldən sağ tərəfə baxıram. Baxıram ki, bu 4-dən başlayır. Bu 5-dən başlayır. Hansı böyükdür? 5 böyükdür. Deməli, onda 3 tam %54, 3 tam %45-dən böyükdür. Əgər bu hissələr də bərabər olsaydı, onda biz bunlardan sonra, yəni bunlardan sağ tərəfdə duran rəqəmləri müqayisə edəcəkdik. Sonra dostlar, tutaq ki, 10 tipli nümunə deyək. Məsələn, tutaq ki, bizə verilib 7 tam olsun 1000-də 758. Bir də bizə verilib 7 tam 1000-də 759.
Aha, biz bunları müqayisə edirik. Baxıram ki, tam hissələri bunda da 7-dir, bunda da 7-dir, eynidir. Onda mən vergülün sağ tərəfinə baxıram. Vergülün sağ tərəfdə duran rəqəm neçədir? 7-dir, bunda da 7-dir, eynidir. Daha sonra bunlar eyni olan bir dəfə onların sağına duran rəqəmə baxıram. 5-dir, 5-dir, eynidir. Daha sonra yenə sağ tərəfdə durana baxıram. 8-dir, 9-dur. İndi hansı böyükdür? 9 əlbəttə ki, böyükdür. Deməli 7 tam 1000-də 759 digərindən böyükdür. Bu formada. Bir də var onluq kəsrlər üzərində əməllər. Onluq kəsrlər üzərində əməllər necədir? Birinci biz onluq kəsrləri toplayarkən, çıxarkən əvvəlcə vergüldən sonraki hissənin sonuna sıfırlar əlavə etməklə sayları bərabərləşdirə bilərik. Yəni əgər saylar bərabər deyilsə, bayaqlar göstərdiyim şəkildə, bax bu şəkildə biz onları bərabərləşdirə bilərik. Daha sonra vergüllər alt-alta düşmək şərti ilə ya toplayırıq, ya da çıxırıq. Misala baxır. Tutaq ki, bizdən soruşulur 2 tam %18 üzərinə gəlinsin 3 tam tutaq ki, olsun 10-da 1. Aha. İndi mən bunları toplayanda alt-alta yazıram. Baxın 2 tam %18. Düzdürmü? İndi burada vergüldən sonra 2 tam %18-dən də, yəni vergülün sağ tərəfdə 2 dənə rəqəm var. 1, 8. Amma 3 də bir dənədir. Ona görə mən 1-in sağına bir dənə 0 yazıb bərabərləşdirirəm. Daha sonra tamı tamın altında, yəni vergüllər alt-ala düşmək şərti ilə. Baxın, bunu da vergülünü yazıram bura. İndi bu 3 tamıdır. 3 yazıram bura. Burada 10 bu formada. Yəni siz sıfırları yazırsınız ki, 0 yazmasınızdılar. Amma 0 yazır ki, çaşmayasınız da. Yəni belə deyim, kəsr hissələrindəki rəqəmlərin sayı eyni olsun. Daha sonra bunları toplayırıq. Bunları toplayanda altıda toplayırıq. 8 ilə 0-ın cəmi 8, 1 ilə 1-in cəmi 2, vergül gəlib düşürük olduğu yerinə, 3 ilə də 2-nin cəmi 5. Deməli, cavab oldu nə? 5 ilə %28. Çıxanda nə edirik? Çıxanda da eynən bu qayda ilə. Yenə əgər belə deyək, sıfırlar yazıb sayların bərabərləşdirirsiniz, yəni kəsr hissənin ardına da, yəni sağ tərəfinə sıfırlar yazırsınız, əgər bərabər deyilsə, sıfırlar yazıb bərabərləşdirirsiniz, onda alt-alta, vergüllər alt-alta düşmə şərti ilə çıxırsınız. Bəs yaxşı, onlu kəsrləri vurmaq üçün yeniyirik. Onlu kəsrləri vuranda biz vergülləri nəzərə almadan vururuq. Yəni biz vergülləri nəzərə almadan vururuq və vurub fasilini tapandan sonra, yəni vergüldən sonraki rəqəmlərin sayı qədər sondan əvvələ sayıb vergül qoyuruq. Tutaq ki, bizə nümunə verilir. Məsələn, misal üzərində göstərək. Məsələn, deyək 2 tam %11 vurulsun 3 tam %12. Aha. Biz bunları vuranda ilk olaraq vergüllərə baxmırıq. Bildiyimiz qaydada vururuq. Yəni vergülləri nəzərə almadan vururuq. 2-ni 1-ə vuranda eləyəcək 2, 2, 4, alt-alta yazma şərti ilə də, yəni alt-alta diqqət olursa düz yazırsınız. 1-i vuranda deməli 1, 1, 2, 3, 3, 6. Aha, indi bunu toplayırıq. Bildiyimiz qayda, yəni normal şəkildə toplayırıq. 8, 5 və 6. Aha, indi burada baxıram ki, vergüldən sağda neçə dənə rəqəm vardı? 2 dənəsi buradaydı, 2 dənəsi də buradaydı. Cəmi neçə dənədir? Cəmsi 4 dənədir. İndi həmin hasildə sondan əvvələ doğru 4 dənə rəqəm sayıram. 1, 2, 3, 4. Deməli, vergül arada da vergül burada olacaq. 4 dənə rəqəm burada qaldı. Bu şəkildə. Bu da oldu onluq kəsrlərin vurulması. Bəs onluq kəsrləri böləndə necə edirik? Yenə vergüldən sonraki hissənin sonuna sıfırlar əlavə etməklə sayı bərabərləşdiririk. Halbuki bunu biz çıxanda, toplayanda da elədik. Daha sonra belə deyək, vergüllər atılır və naturallar kimi bölünür. Yəni normal qaydayla. Məsələn, deyək 3 tam 10-da 5 bölünsün 0 tam 10-da 5. Bu formada necə eləyəcəyik? Biz vergülləri atırıq. Yəni vergülləri atanda burada qalır, yəni 35. İndi 0 ilə başlayan belə deyək də, 0-da vergülü atanda burada 0 da atırıq. Bir dənə qalır burada 5 formada. Bu da bərabər neçə?
7. Deməli 35-i 5-ə böləndə 7-dir. Həqiqətən də elə 3,5-i də 0,5-ə böləndə 7 düşmüş olur. Bu formada. Bir də dostlar, bunlar da dedik. Bir də bizdə gəlir deməli kəsirləri 10-a, 100-ə, 1000-ə bu şəkildə vuranda və yaxud da ki, böləndə necə eləyirik? Gəlin birinci sizə vurmasını deyim. Daha sonra gələcək saf dövrü kəsirlər. Sonlu olmuş kəsirlər, sonsuz dövrü olmuş kəsirlər bunlar gələcək. Gəlin birinci bu qaydanı da deyim. Tutaq ki, bizə bir misal verilib. Deyək ki, 3 tam 1000-də 423-ü vurun 100-ə. Biz bunu 100-ə vuranda necə edirik? Baxın, 100-dən 2 dənə 0 var, 2 dənə 0 var. 2 dənə 0 varsa, biz bu vergülü durduğu yerdən 2 rəqəm irəli gətiririk. 2 rəqəm irəli gətiririk. Yəni olur 3342,3. Baxın, bunda neçə dənə 0 var? 2 dənə. 1, 2. 2 dənə rəqəm irəli gətirib vergülü buradan atıram. Bu formada. Və yaxud da ki, deyək, 1000-ə vuranda. 3 tam 1000-də 423 vurulsun 1000. Biz bunu 1000-ə vuranda 1000-də neçə dənə 0 var? 3 dənə. Vergülü 3 rəqəm sağ tərəfə gətirəcəm. 1, 2, 3 vergül düşəcək bura. Elə onda cavab olacaq 3423. Bu formada olur. Bəs bunun bölünməsində necə olur? Bölünməsində isə, yəni vurmada vergülü sıfırların sayı qədər sağa gətirirdik. Bölmədə isə vergülü sıfırların sayı qədər sola aparırıq. Məsələn, 11 tam %53 bölünsün 10. Biz böləndə dedik ki, vergülü sıfırların sayı qədər sol tərəf aparırıq. Neçə dənə 0 var? 1 dənə 0 var. Deməli, mən vergülü bir rəqəm sola aparacaq. Bir düşəcək bura. Olacaq nə? 1 tam 1000-də 153. Bu formada olmuş olur. Daha sonra gəlir sonlu onlu kəsirlər. Sonlu onlu kəsirlər nədir? Və biz sonlu onlu kəsirlərdən sonra deyəcək saf dövrü onlu kəsirlər. Gəlin birinci sonlu onlu kəsirlər deyək. Əgər adi kəsirin məxrəcindəki ədəd 2 və yaxud da ki 5-in qüvvətləri hasili olarsa, bu cür adi kəsirlərə biz sonlu onlu kəsirlər deyəcəyik. Sonlu onlu kəsirlər deyəcəyik. Yəni nə demək istəyirəm? Tutaq ki, bizə bir kəsir verilib. Məsələn, 25-də 4. Düzdürmü? 25-də 4 verilib. Mən bunun məxrəcindəki vuruqlara baxıram. Əgər məxrəcinin vuruqlarında 2 və yaxud da ki 5 ya 2 olmalıdır hamısı, ya da ki 5 olmalıdır hamısı və yaxud da ki ikisi də ola bilər. Əgər bu vuruqlardan ibarətdirsə, biz ona sonlu onluq kəsir deyəcəyik. Yəni həmin kəsiri sonlu onluq kəsir şəklində yaza biləcəyik. Baxın, elə 25-də 4-ə baxaq. 25-də 4 nə deməkdir? 4 zaten olduğu kimi qalır. Əsas burada söhbət məxrəcdən gedir. 25-i ancaq yaza bilərəm 5 vurulsun 5 şəklində. 5 vurulsun 5 şəklində yazırıq. Deməli, bu nədir? Bu sonlu onluq kəsir şəklində göstərə bilirəm. Çünki burada məxrəc 5 vuruqdan başqa hər hansısa bir belə deyək də vuruq yoxdur. Yəni 1 var, biri nəzərə almayacaq da. Yəni burada zaten olsa 25-i də 1-ə vuranda, yəni bunun birin burada heç bir mahiyyəti yoxdur. Yəni hansına vursaq, yəni özünü eləmiş olur. Siz burada biri nəzərə almayacaqsınız. Əsas burada fikir verəcəksiniz 2 və 5 vuruqlarına. Yəni kəsirin məxrəcinin vuruqları, belə deyək də, qüvvətləri hasili 2 və 5 şəklində ola bilər. Tutaq ki, əslən bir ayrı nümunə görsədək. Tutaq ki, bizə verilib belə deyək də 15-də 2. Məsələn, 15-də 2. İndi elə nümunəni görsədək, onu biz sonlu onluq kəsir şəklində göstərə bilməyik. 15-də 2 verilib, düzdürmü? 15-də 2-də biz bunun yenə sürəti ilə işimiz yoxdur. Sürət olduğu kimi qalır. Məxrəcini vuruqlara ayırıram. 3 vurulsun nə? 5 şəklində. Axı biz dedik ki, bizim məxrəcimizdə ancaq 2 və yaxud da ki 5 vuruq ola bilər. Amma burada görürük ki 3 var. 3 varsa bizim şərtimiz pozulur. Deməli biz 15-də 2-ni sonlu onluq kəsir şəklində yaza bilmərik. Bu formada. Daha sonra
Gəlir sonsuz dövrü onlu kəsirlər. Bu dediklərimiz sonlu onlu kəsirləridir. Bəs sonsuz dövrü onlu kəsirlər necədir? Sonsuz dövrü onlu kəsirlər ümumi olaraq gəlin deyək qaydasın. Deməli, sonsuz dövrü onlu kəsirlər belə deyək, adi kəsirləri onlu kəsirə çevirən zaman vergüldən sonra bir rəqəm və yaxud da ki, belə deyək də, rəqəmlər sonsuz təkrarlanarsa, belə kəsirlərə biz sonsuz dövrü onlu kəsir deyəcəyik. Baxın, adi kəsiri biz onlu kəsir şəklinə çevirəndə, tutaq ki 3-də 1. Biz 3-də 1-i onlu kəsir şəklində yazanda görürük ki, burada düşür 0 dəfə və 3 burada dövr eləyir. Yəni 3 bu davamlı şəkildə gedir. Düzdürmü? Biz belə halda olanda deyəcəyik ki, sonsuz dövrü onlu kəsir. Yəni burada dövr var. Və biz ümumi olaraq burada da 3 yazmırıq. Yazırıq ki, 0 tam. Dövrdə 3-də göstərmək üçün bunu mötərizədə yazırıq. Yəni mötərizəyə aldığımız rəqəm o deməkdir ki, həmin mötərizə daxilində yazılan rəqəm təkrarlanır. Uşaqlar, deməli sonsuz dövrü onlu kəsirlər 2 yerə bölünür. Sonsuz dövrü onlu kəsirlər 2 yerə bölünür. Saf dövrü onlu kəsirlər və qarışıq dövrü onlu kəsirlər. Deməli, saf dövrü onlu kəsirlər nədir? Saf dövrü onlu kəsirlər odur ki, dövrü vergüldən dərhal sonra başlayan kəsirə saf dövrü onlu kəsir deyilir. Dövrü vergüldən dərhal sonra başlayan kəsirə saf dövrü onlu kəsirlər deyilir. Məsələn, baxın elə 3-də 1. Göstərmişəm axı 3-də 1. 3-də 1-də nə oldu? 0 gəldi. Ağac bölməsindən bölsəz görərsiniz ki, 3 təkrarlanacaq. Ancaq burada 3 gəldi. 3-dən başqa heç bir rəqəm gəlmədi. Təkrarlananda 3-dür. Deməli, burada belə deyək də, 3-də 1 saf dövrü onlu kəsirdir. Və yaxud da ki, məsələn, 3-də 1, daha sonra 9-da 5, orada da 5 təkrarlanır. Bunlar hamısı saf dövrü onlu kəsirlərdir. Bəs yaxşı, saf dövrü onlu kəsirləri, biz onlu kəsir, belə deyək də, saf dövrü onlu kəsirləri adi kəsirə çevirəndə necə edirik? Onu da qayda şəklində deyək. Deməli, biz saf dövrü onlu kəsirləri adi kəsirə çevirəndə tam hissəni olduğu kimi saxlayırıq. Kəsirin surətindəki belə deyək, kəsirin surətində dövrdəki ədəd yazılır. Kəsirin məxrəcindən isə dövrdəki rəqəmlərin sayı qədər 9 yazılır. Məsələn, ümumi forma olaraq deyək ki, atam dövrdə B. Biz bunu yazanda, baxın, A olduğu kimi qalır tamda, A, düzdürmü? Dövrün mötərizə içərisində olan, yəni dövr eləmiş rəqəmin sayı qədər məxrəcə 9 yazılır. Burada B bir dənə də var, 9 yazıldı və bu özü də gəldi surətdə yazıldı bu formada. Misal nümunəsi olaraq deyək ki, məsələn, olsun məsələn 3 tam dövrdə 4. Tutaq belədir. O zaman biz yazacağıq ki, 3 tam 4 gəlib olacaq burada 9. 4 də gəlib olacaq olduğu kimi surətdə yazılacaq bu formada. Bu formada olmuş olacaq. Bu oldu nə? Saf dövrü onlu kəsirin, belə deyək də, adi kəsirə çevrilmə qaydası. Və yaxud da ki, burada indi bir dənə rəqəm verilir və yaxud da ki, çox rəqəm ola bilər. Məsələn, atam, belə deyək, B, D, C. Bu şəkildə də verilə bilər. Bu zaman biz nə edəcəyik? Yenə həmin qayda ilə burada yazacağıq atam. B, D, C 3 dənə ədəd olduğuna görə hər biri gəlib burada 9 olur. Hər biri gəlib burada 9 olur. Yəni 3 dənə 9 bura yazacağam. 3 dənə 9 bura yazacağam. B, D, C də olduğu kimi bura yazılır. B, D, C də olduğu kimi bura surətə yazılır. Bu oldu saf dövrü onlu kəsir. Bəs yaxşı. Qarışıq dövrü onlu kəsir necədir? Qarışıq dövrü onlu kəsirlərdə isə dövr ilə vergül arasında bir və yaxud da ki, bir neçə rəqəm olarsa, bu cür kəsirlərə biz qarışıq dövrü onlu kəsirlər deyəcəyik. Məsələn, qarışıq dövrü onlu kəsirlərə nümunə kimi 15-də 7-ni göstərə bilərik. 15-də 7-ni göstərə bilərik. Bu da bərabərdir 0,4, dövrdə 6 başlayır burada. Yəni, burada da fikir versəz, vergüldən sonra bir dənə rəqəm gəlir və həmin rəqəmdən sonra dövr başlayır. Bu, qarışıq dövrü onlu kəsirlər nümunədir. Bəs biz qarışıq dövrü onlu kəsirləri adi kəsirlərə çevirəndə necə edirik? Deməli, tam hissəni olduğu kimi saxlayırıq. Yəni, tam hissəni olduğu kimi saxlayırıq. Və kəsr hissəsinin məxrəcində dövrdəki rəqəmlərin sayı qədər 9, vergül ilə dövr arasındakı rəqəmlərin sayı qədər isə 0 yazılır.
Yəni 9-un arxasına 0 yazılır. Sürətdə isə vergüldən sonrakı ədəd ilə vergül ilə dövr arasındakı ədədin fərqi yazılır. Ümumi formula olaraq bu formada göstəririk ki, formulu yazım. Ümumi formula olaraq belə yazırıq ki, A B dövrdə C. Bu formula olaraq belə yazırıq ki, baxın, tam hissə olduğu kimi qalır. A hissəsi qalır. Və biz dövr eləmiş rəqəmin sayı qədər, yəni bir dənə olduğuna görə C. Dövr eləmiş rəqəmin sayı qədər 9. Bu B gəlib burada 0 olur. Yəni vergüllə dövr arasında olan rəqəmlərin sayı qədər 9-un davamına 0 və sürətdə isə bu ədəd, yəni vergüldən sonraki ədəd bütöv yazılır. B, C çıxılsın, bir də dövrə qədər olan rəqəm formda olmuş olur. Məsələn, 5 tam deyək, 2-də dövrdə olsun 3. Biz bunu necə yazacaq? Yazacaq ki, 5 tam, 3 olacaq 9, 2 olacaq 0, yəni 5 tam 90-da vergüldən sonra olan ədəd bütöv yazılır. Yəni 23 çıxılsın 2. Çünki dövrə qədər olan ədəd rəqəmi çıxır. Bu da eləyəcək 5 tam 90-da 21. Bu formada. Deməli, qarşı dövr olan kəslərdə budur. Bu formada olur. Bundan sonra gəlir iş və hovuz məsələləri. İş və hovuz məsələlərini uşaqlar mən ayrıca bir video şəklində təqdim edəcəm. Orada həm tapılmasına aid üsulları, həm də onlara aid çoxlu məsələ nümunələri verəcəm. Adi və onlu kəslər mövzusu haqqında bu qədər. Ümid edirəm ki, nələrsə demiş oldum. Hər birinizə uğurlar.